beni. Bu aşk böyle bitmez. Bırakma, terk etme beni. Ne uğraştım? Bakma beni, ölümlere atma beni. Zulümlere götür beni gittiğin yere. Zulümlere götür beni gittiğin
girmişim. 40 manatımız da olsa 400 manat. 400 manatımız kalır. Canım bağlayayım, tırnağımı tutacağım. Sonra min söz eləməyəsiniz ki. Tırnağım belədir, belə olacaq. Biraz uzanıq. Bugün harası gitmək istəyirəm. Keyif parkta fırlanarım. Döner zat yerim. Suyu değil dener. Evim olmayanda kapılarda kalmış deyirdiler ma. Gəlib evimdə kalırsan deyirdiler ma. Şimdi Allah'a şükür evim vardı. Dedince alırlar.
Kızlar, kim var Bərdədə? Yeyib içən qızlardan. Yeyib içən qızlardan kim var? Yazın azma. Kim var yeyib içən qızlardan mənə yazsın. Yazın gidəyin oturayın, yeyin içəyin. Adama 10 manat qoyaq, gedək yeyəcək. Mən amma pulum yox. Neyin amanda səni? Ne kadar lazım? Adama 5 manat koyaq, gidiyor oturaq yeyək də. Ne yiyəcək ki? Dönər yiyəcək tamam. Restorana gitmək istəyirsinizsə, adama 10 manat koyarıq. Eğer 2 nəfərsizsə adama nədir? 15 manat. Yox. 2 nəfər getsək, bir 35 manatsa pul tutacaq. Adama nə düşür? Nədir? Bir şiş kağıt sən yeyəsən, bir şiş kağıt da mən yeyəcəm. Salat deyəcəyik. Bu da olacaq 35 manat, 30 manat. Pulum yoxda olsa tek gedərəm. Az paylaş canlar. Bir iki dəfə paylaşdım, bəs eləyir. İlk dəfədir ki, günlük rutinimi sizlə paylaşıyorum. Hər gün elədiyim şey. 4 ildə ilk dəfədir. Yəni, mənlə ailə həyatı qurmaq istəsəz, mənim günlük rutinimdir. Bunun üstündəki ləkiyə baxmayın uşaqlar. Bunun üstündəki ləkə çünki hamamda işlədirəm ona görə. Su olur, elə qalır. Dişimi zadımı sürtəndə buna baxıram. Sirkeli yiyip koyuram. Yuyanda gelir.
140 da xarab oldu. Kimler 140 alar? $18 manata almışdım bunu. Adı Kimel'di. Sizə direktdən o vaxtı 7 manat 50 qəpiyə almışdım. O super idi. O xarab oldu. O bundan qəşəng idi. Ben üzümə şey vurmuram uşaqlar. 140-an heç vaxt. Birazca 5-6 il bundan qabaq işlədirdim, amma da işlətmirəm. Üzümü çünki heç vaxt qırxmıram şey, yəni 140-anla. Ancaq maşınka. Yo, 140-anla 40-anda səpir. Maşınka eləyəndə yox. Maşınka dərindən götürmür axı. Üzdən götürür. Mən bunu hər yerimi işlətmirəm, bir dənə üzümü işlədirəm. Hər yerdərkən. Qılçamız adımı qırxmıram da. Bununla. Qılçamı ciletlə qırxıram. Lazeri getdim. Lazeri gidəndə döşümü yandırır, ona görə qırxıram. Da başıma kraska koymuram uşaqlar. Çünki qoyuram o kraskanı, başımdan belə-belə pirçiklər çıxır, qaşınır gecə səhərə kimi koymuram da. Varımda amma koymuram. Tay canlıda nə qalmış? Mən bağlamaq istəyirdim canlımı, izləyicilərim qoymadı. Mən bağlayıb dırnağımı tutmaq istəyirdim, dedilər bağlama. Papağı Bakıdan almışdım şeydən, Hirdalandan. 2 manat 50 qəpiyə. Qarı xına, hələ gəl yalan. Xına, mən şey qoydum o kraskadan çox pis başımı nə günə qoydum. Ben seni gördüm.
hicran ayrıldık ama ay ışığında, ay ışığında. Tez geldi hicran ayrıldık. Evet, şimdi yemek yiyeceğim, paltar yuvalacağım, ahırda kiseleneceğim çünkü hamamda işim çoktu. Ah paltarlarım var, kaynatmaya bulaşım. Bu da Yusuf, bunu sereyim. Sonra ah paltarlarım var, onu da kaynatmaya koyacağım. Onu da koyayım kaynatmaya. Geçecek, yemek de yiyeceğim. Ondan sonra girip çıkacağım. Arada halkayı götürüyor. Biri benim öz yarım, ay kız ay kız ay kız. Biri başımın acı, ay kız ay kız ay kız. Budur benim çıkmadım kadınlarım. Budur benim çıkmadım kadınlarım. Biri benim öz yarım, ay kız ay kız ay kız. Biri başımın tacı. Hiç olmaz yüzünün kılını yüz. Az ne şuna kalın, ben kıl yeğenim.
Diyemem ben. Neymişsen? Git işinle meşgul ol. Kemal'e kalmış. Çok sağ olun. Teşekkür ederim.
Sağ ol. Səhər yeməyim də. Bir yaz əziyyət çək, tez dur. Sən nə bilirsən, mən də gec durmuşam. Səhər yeməyimdə indi yeyirəm də. İndi vaxtım oldu. Anam pişirir. Oradan getirmişim dünün. Şəhət almışdım anama. Onu verdim. Oradan getirmişim. Çok sağ ol. Eti diye var da bud. Çok sağ ol kanka. Evet, hak ettim aşağı. Aş xurmayla bir başka tam verir. Ama içindeki kişmişdi, o ərik qurusudur, bir də alça gəvalı qurularını tökdüm aynen. Hoşlamıram. Yağlı aş sevmirəm. Mən aşın içində xoşlayıram soğança, et, xurma, şabalı, divizyon. Yemeği dünən anam pişirmişdi, anam güldən getirmişim. Pencereden bir külək vurur. Durum örtüm, peçi yandırım. Hava soydu işte. Bulut geldi. Soğuk bir hava geldi. Sazak. Sağ ol.
Görün bu aynı gele şey ay Allah gaz pulum. Gizli bir aile üzvlərinin adını burada çekmek adam. Ama çayxana kodunu hiç olmasa bize ver. Kişiler geçsin ona. Çayxanaya. Kod de bize kod. Çayxana kodu. Ben çayla xurma içmeyi sevmirəm. Xurmanı bir dənə yerdə xoşlayıram, o da aşın içində. Ben xurma ilə zadına çay içmirəm. Ne oldu anladım. Çok sağ olun. Lənkərana salam. Lənkəranı çok sevirəm bu arada. Təbiətini, yeməklərini, insanlarını. Olmamışam orada. Çok istəyərəm olmaq. Verdiği udobnu değil de. Allah! Oo! Fırtına! Ne olar ay uşaqlar mənə dəstək olsaz, mən də zabor hördüsəm. Yağış gəlir uşaqlar. Yağış yesin. Peçi yandırım. Hava ne ters soydu ya, bir göz kırpımında. Ne kadar satılır? 440 manatımız. Kırk manatımız da olsa 400 manatımız da var. Koydum kartı.
Yağış iyisi gəlir uşaqlar çöldən. Fırtına dünyanı dağıdır. Uşaqlar, çöl qapqara qaranlığa büründü. Bir anlıq. Buna baxın.
Bir anlıq qapqara qaranlığa büründü çöl. Dünyanın axırı olmaz. Baxın uşaqlar, telefonda işıqlı görsənə bilər, amma bir anlıq baxın hər yer qapqaranlığa döndü. Niyə? Yağış hissi gəlir. Gün çıxmışdı. Günəş getdi. Yağış yağacaq. Yağış yağacağı. Yağış yağacağı demək. Sel gələcək. Bizdə də yağacağı. Naftalana yağır. Peki. Burada yağış deməmişdi axı. Ümumiyyətcə Bərdədə ikinci gündən sonra açacaq hava. Torpağın üstünde salafan ört su olmasın. Kum değil, ne olacak su olanda? Usta gitti. Usta da öldü, fehleydi. Buradaki şeyi taşıdı ora. Kerpişi. Belim ağrıyırdı bacı. Özüm istedim yavaş yavaş daşıyan prosto. Üstünüze sağlık. 2 gündür onurğa sümüyümün böyründə, içeride deyil, daxildə deyil, sümükdədir. Problem. Bayaq izləyicilərdən soruşdum, dedilər ki, rija olur orada. Çox sağ olun. Onda çıxım, bir adam olsaydı giderdim. Giderdim çöldə, çayxanada zadda oturardı. Bir manat verib bir çay içərdik. Çox darıxıram. Da yemək də yedim, yemək yemək istəmirəm. Şeydi, ona ne deyirsən, arvadım olsaydı arvadımdan giderdim. Giderdim, oturardım restoranda çay içərdik. Darvaza belədir. Hava soğudu. Gidim o tərəfə ışığın yanlı qoyum gəlim. Gecə buranı keçirdəcəm, oraya yanlı qalsın. Gözümə düşür, yatamıram. Günel çox sağ olun, divanda yatıram. Bax, oranın ışığını yandıracağım, tuvaletin qabağını. Buranı yandıracağım. Bura yanlı qalsın, gecə qorxuram. Yandırdım. Oranı gecə keçirdəcəm. Yazmaz. Tez değil. Hava şu qaraldı axı. Ben yatıb eləyərəm. Çölə çıxmağa qorxuram. Ondan sonra birazdan hava qaralında çölə çıxmayacağım. Darvaza görən bağlıdır. Qorxuram, bu zaborum zadım yoxdur ya, aşağıda deyil, o tərəfdə o qonşunun o yüzden darvazası da yoxdur, o yüzden keçərlər bura. Bir dəfə bir arvad oradan keçib gəlib pəncərəni deyib, buranın pəncərəsini döyürdü. Deyirdi, sizdə fəhlə olmaz, fəhlə nömrəsi olmaz.
Allah haqqı. Özü nədirsə Suitinin evinə gidib gələnlər başı qapımı, pəncərəmi döyürük. Arvad da dedi ki, mən Suitinin evində dedi işləmişəm, təmizləyirəm, nə ağırram. Çarniyə qoyuram, qapının üstünə açar olmalıdır da. Yine çok sağ ol. Yemeğimizi yedik, paltarı asaq. O paltarı asandan sonra ağ paltarlarım var. Qaynatmaya qoyacağım, Ariel'lə yuyacağım. Elə 60 dərəcədə yuyacağım. Çox 90 dərəcəyə qoymayacağım. 60 dərəcədə qoyaq yusun, 1-2 saat zat. Mən də qəşəng girib çimim eləyim. Pəncərələri örtdüm də külək əsir daha toz torpaq girməsin içəri. Hər yer qəşəng təmiz elədim, gül kimi, çiçək kimi. Burada da yatmıram da, bilirsiniz, divanda yatıram. Çünki burada yatanda qorxuram uşaqlar. Bilirsiniz niyə? Bax, divanda yatıram. Elə bilginən ki, dalımı söküyürəm bura. Üzü bayına. Həm də bayını görürəm, hər yeri görürəm. Elə bilginən daldan mənə heç nə yaxınlaşası deyil. Amma burada yatanda üzümü haynə çöyürsəm dalım boş qalır, haynə çöyürsəm dalım boş qalır. Ona görə qorxuram. Elə bilən manəsə yaxınlaşır. Ona görə divanda yatıram. Yox, zabora görə qorxmuram. Həm də o Elgün öləndən sonra meydən zaten paylaşdılar, ona görə qorxuram. Bilmirəm, 4 gündür yatamıram, qorxuram. Arvadım olsaydı, hiç olmasa dalımı diriyib yatardım. Arvadım da yoxdur, başa heç kim yoxdur. İndi mən hamama girib çıxandan sonra nə giyinmişəm, bilmirəm axı. Hamama girib çıxandan sonra mənə lazımdır şortik. Şortik. Yumuşaq. Kofta nə giyinmişəm? Babası şortki, şutinin şortki. O onun şortki deyil, mən vermişdim o vaxt ona. Sonra getdi, mən də gördü, sonra verdim, cırıldı, giyindi, cırıldı, axırda getdi başqasını aldı. Mən əzəldən elə şortik giyinmişəm. Çünki geniş olur, gembol olur, adam narahat eləmir. Mən kimisə cırcındırlarını geyinmirəm. Hərədə bir xəstəlik var, hərədə bir mikrob var. Yusan da, qaynatsan da mümkün deyil. Ona görə mən heç kimin paltarını giyinmirəm. Heç kimin şəbtini giyinmirəm, heç kimin ayaqqabısını giyinmirəm. Evimə kimsə gələndə çalışıram şəbit verməyim və yaxud da kiməsə şəbit versəm giyinməyə, o şəbti giyinməyim. Evimə gələnin şəbti ayrıdır, mən öz şəbtimi vermirəm, mən özüm öz şəbtimi giyinirəm. Evimə kimsə gəlsə, məsələn, evə ustazat girsə, ona başqa şəbit verirəm.
Çünki başı ayaqlarında gribok, miribok, zat, zir, civil, ona görə yox başı vermirəm mən çəpdim zat meşkinə. Pəncərələrimdə raşotka var, hə. Mən bu şortkini giyinə bilərəm, bax bunu. Belə də şortkim var. Şalvarı idi, bunu kəstirmişəm ayağına. Məsələn, şalvarım zaten xarab olur, əynimə olmur. Gedirəm onu verirəm, bax belə, ayaqlarını kəstirirəm, şortik eləyirəm. Amma nə qədər şalvar kəstirmişdim, şortik eləmişdim, beli gəlmirdi. Attım ayna, qoydum yola götürdülər. Çünki dar olurdu. Dar giyinəmirəm mən. Elə dar giyinəndə elə başıma daş düşür. Mənim nə qədər giyinmirəm, baxıram şalvar qalıb orada, aparıram, kəstirib, nədir? 1 manata, 2 manata kəsirlər. Fırtına. Kimin canlısındaydınız? Kimin canlısındaydınız? Mənim canımda 1700 nəfər adam yox idi. İndi gəldiniz. Kimin canlısındaydınız? Düzünü deyin. Cırmayacağım. Ulaş sıçsın ağzına. Ulaş baboşu, o yanındaki kızı baboşu Kakaliyev lak lak luk luk eləyən Ulaş idi. Ne oldu indi Ulaş sevirsiniz? Ulaş sevgisi yaranır sizdə. Haradaydınız onu deyin bana. Ulaşın canlısında döyüldünüz, düzünü deyim ben. Ulaş baba ne? Ulaş bir ara şeydi, kızla güya ayrılmıştı, dalaşmıştı. Kız gelip baboşla pek elirdi, canını kaldırırdı. Aşk yaşayırdı, meşk yaşayırdı. Ne oldu? Ulaşın boynunun dalı yoğunlamadı. İndi təzdən ailə həyatı qururlar. Bana başka şeyden danışın. Mənə çox maraqlıdır bu Türkiyədən gələnlər, həqiqətən də çox maraqlıdır. Biri liftdir, biri nə bilim nədir, biri ona sırışdırır, aşkını, canlısını qaldırır, sonra təzdən bir araya gəlir. Çox maraqlı bir kadrlar yaşayıram bu Türkiyədən gələnlərlə. Başqa kimin canlısındaydınız, onu deyim mən. Demədiniz hardaydınız. Çünki bildiniz ki cırlassız, cırıq-cırıq eləyəcəm sizi. Ama eybi yox, bugünkü günü unutmayın. Bugünkü günü unutmayın. Yo bilmem, burada olan izleyicilerim de var idi, az idi. Çoxu hamısı başqa harda saydılar. Demədilər, amma eybi yox. Neçə saatdır canlıyam? 6 saat 3 dəqiqədir canlı yayımdayım. 6 saat 3 dəqiqədir. Hər saata $1 pul qazanmışam.
$6. Bax, kimsə özünü bağışlatmaq istəyir bana. Bax, belə olun. Bax, belə. Bax, belə. Bax, gördün? Başqa canlıdaydı, kartımı dıngıldatdı. Kartımı dıngıldatdı. Gördünüz? Dedi, affet beni. Nərmin bir manat attı, Nərmin. Deyin görün. Hə, Nərmin çox sağ ol, ay Nərmin. Gördünüz? Gördünüz 2 dəqiqə məni gördünüz 2 dəqiqə məni aldı ələ. Gördünüz? Siz də belə olun da. Siz də belə olun. Görün 2 dəqiqə aldı məni ələ. İnşallah amori. Allah canını sağ olasın. Borcumuz var. Mənə heç kim borcu yoxdur. Nə olacaq ki? İndi o mənə dəstək olur, o 1 manatı ilə mənə dəstək olur. Mən də qəpik üstünə qoyub zaborumu öldürəcəm. Kasıb adamam. Nə olacaq? Ürəyindən keçir, qəlbindən keçir, atdı 1 manat. Nədir ki? Allah var eləsin, sağ olsun. Allah başından töksün. Deyək, kartım buradadır, anketin içindədir. Kartımı güclü dıngıldadana, ürəyim gedəcək. Kim güclü tıqqıldatsa kartımı, dıngıldatsa, ürəyim gedəcək, yıxılacam. Bax, burada belə öləcəm ayağının altında, ona qurban olacam. Dədəm, nənəm, nəslim, köküm, hamısı ona qurban olacaq. Bax, belə, adduşi. Çox sağ ol, Lolita. Allah səni var eləsin, Allah sağ dəyməsin. Allah ürəyinə görə versin. Allah minqa təvəzini versin. Deyəm. Qoy görüm ürək saat getmə olacaq, yoxsa yox. 2 manat. Leo'dan gəldi. Çox sağ ol, ay bacı. 2 dəfə sağ qurban olum. Ayaqüstü ürəyim getdi. Yerə yıxılanmadım, prosta ayaqüstə getdi ürəyim. Allah cibini dolu eləsin, Allah başından töysün, var olasan, teşekkür edirəm, əziyyət çəkdin, zəhmət çəkdin, qurban olum sağ. Harada döyüşmüsən? Kəlbəcər istiqamətində. Hicran 1 atdı, xatirə 2 atdı. Hicranla xatiriyə böyür-böyrə qulağa qurban olum. Elə bilginən ki, bax bu hicrandır, elə bilginən ki, bu da xatirədir. Elə bilginən ki, ikisinin ortasında hərəsi bir tərəfdədir. Elə ikisinə qurban olum. Xatirə, hicran, çox sağ olun. Çox sağ olun, teşekkür edirəm. Hicran, xatirə. Teşekkürlər. Aynur bir gəldi. Aynur, elə bir gün hicranla xatiriyə qurban oldum. Sağda bu tərəfdə qurban olum. Başa düşdün? Bir bayında. Elə bir üç tərəfdə. Bir tərəfi boş qalır. Bir tərəfi boş qalır. Çünki burada mən durmuşam. Sən indi böyürdən başdan indi sıxışdıracam. Uşaqlar çöldə fırtına gedir. Neyse, heç nə yoxdur. Bir saniyə çöldə baxa görünə qədər külək var. Saatdə 10 kilometr. Bu ola bil mümkündür öyle. Mümkündür ki saatdə 10 kilometr çöldə külək olsun. Çöldə yoxdursa saatdə 35 kilometrdən külək asır. Fatimə bir atdı. Fatimə, sağa qurban olun. Qurban olun. Ama deyə bax bu tərəfdə. Buralar qıraqlar doludur. Bu tərəfdə bir yer var. Sən soxdun mu ora? Bax orada qurban olun sağa. Teşekkür edirəm. Bu ana heykəldə, bu qara qızda bu neqır. Bu qara qızdakı işte durub ortada, yəni haqqına haqqa vermir. Yəni əlində tərəzi, gül çiçək sizi salamlayır. Sizi salamlayır. Yeter. Ay yeter. Buradasan yeter. Buradasan yeter. Yeter bacına sağ ol de. Yeter'e sağ ol de. Dinen. Yeter'e bunun başında qurban olun. Bax burada. Bunun başında.
Yaxşı, yeter. Sağa bax burada qurban olum. İndi bu tərəflərdən qurban olduq. Sağa bax burada qurban olum. Cibin dolu olsun. Yeterim mənim, yeterim mənim. Cibin dolu olsun, yeter. Ölüm. Bax burada qurban olub sağa. Elə bir 20 manatımız olsa uşaqlar, pulumuz tamam olur. 400 manat pulumuz qalır. Zabora. $2 manat. Sağ ol ay kız, 2 manat az pul deyil. Allah başından tüysün. Sağ olsun, yeter. Elə bil gündə 10 manat mənə pul saxlayır. Elə qoyur qırağa deyir, bax bu timanın puludur. Xatirə 2 manat atdı, xatirə. Bax bu tim var, bax bu tim. Bax bu timdən yer qalmışdı. Sağ bax burada qurban olur. Bax bu timdən. Ətraf dolur. Bax sağ burada qurban olur. Cibin dolu olsun. 2 dəfə qurban olur. Hər gün yığır. Yığamırıq da, qutaramırıq ona görə. Çünki zabora pul yığırıq. Hər gün bir şey yığırıq da. İndi zabora yığırıq. Bir həftədir zabor üçün pul yığırıq. Suğra 2 manat atdı. Suğra, bax bu tim var, bax bu tim, bu tərəf, kuklanın dal tərəfi. Bax buradan yer var idi, sağ 2 dəfə qurban oldum burada. Elə bir Pagorodda 2 dəfə sağ qurban oldum. Aynuriye'də bax bu tərəfdə bir yer qalmışdı. Ona bir dəfə qurban oldum. Elə bir gün gəldi, dırmaşdı bura. Sağ ol. İndi mənə lazımdır ki, bax indi güclü olsun, ona güclü qurban olun. Bax. Onu buradan aşağı sallayayım. Elə buradan. Bura. Bunu gülün qucağına, qızın qucağına qoyum onu. İndi bir var buradan belə. Bir var qızın qucağında. Çok sağ ol. Elnare 5 qəpiyə atdı. Eliş, sağ artıq Elnare, sağ bax burada qurban olum. Bax bunun altında. Bax burada sağ qurban olum. Mən atıram, heç məni demir. Kartıma kim nə atdı, hamının adını çəkirəm. Mən elə adamlardan deyiləm. Kim nə atdı, adı ilə, familiyası ilə deyirəm. Kişi ol. Yaxşı. Kartımı böyle burada ankete bakın, buradan çıxır. Həm EMON nömrəm var orada, həm kartım var. $50 geldi. İbrahim. Ay İbrahim. Sağ bak. Sağ. Burada kurban olup değil burada. Teşekkür ederim. Leo'dan bir geldi. Çok sağ ol. Ay Leo'dan bir atan. Teşekkür ederim. Sağ bu tarafta. Bak buralardan bir yerde kurban olun. Hara boş yer var orada. Nətə bir imkanı. Aytaş çok sağ ol. Bak Aytaş. Sağ burada bir yerde sıkıştırdım sen. Oralarda kurban olacağım sen.
Deyirəm nətər bir adam yoxdur yaz. Bir imkanlı bir adam bir 10 manat ata. Bunu eləyək 400 manat. 400 manatımız qalsın. Yüz atsalar harda qurban olsun. O, öləcəm orada. Yıxılıb öləcəm. Orada yıxılıb öləcəm da. Kızı hardan almışım? Foresta'dan getirmişim. Foresta mebelden. 707 oldu 8. Emonumuza 50 qep geldi. Çok sağ ol bacı qurban. Bacı qurban. Geldi emondan 50 qepik. Allah var eləsin. Bir imkanlı adam, Ali Qıraq xanım, Ali Qıraq imkanlı adam. Ali Qıraq imkanlı adam. Xatirə xanım 5, Xatirə xanım 6 manat atdı bizə imkanlı Xatirə xanım. Sağ bax gülün qucağında qurban olum. Ondan sonra bir imkanlı xanım da bizə Arzu xanım 5 manat atdı. Arzuya burada qurban olum. Ondan sonra bir imkanlı adam EXPRS-dən 10 manat atdı. Ona da burada qurban olum. Bax bunun təpəsində qurban olum. Çox sağ olun imkanlı adamlar, Ali Qıraq adamlar, varlı adamlar. Ondan sonra pullu adamlar. Kartımızda oldu 410. Qaldı bizdə yerdə 390 manatımız qaldı. $90 manatımız da olsaydı, bir imkanlı adam çıxsaydı bizə bir 90 manat pul verərdi. Yerdə qalardı 300'ümüz. Pəncərəni örtmüşəm. Görürsüz yoldan gələn səsə deyirsiniz o pəncərəni bağlama. Bir yer 90 biraz sıçramasın. Kartımız dayandı. Gelin paltarımızı alsaq, sonra kim atmaq istəsə baxarıq. Kartımız buradadır. Güvenemem hasretine varma. Umudum yok bugününe yarına. Hasret beni de basacak bağrına. Adaletin bu mu dünya? Ne yar verdin ne mal dünya. Kötülerinsin sen dünya, iyileri öldüren dünya. Adaletin bu mu dünya? Oy fırtına. Adaletin bu mu dünya? Ne yer verdin ne mal dünya.
Uşaqlar, spam geldi. Bağlayıram canımı, gözəl izləyicilərim. Canımı bağlayıram. Həm də bir duş qəbul edeyim, qayıdıram. Yaxşı? Hədiyyə uyarısı gəldi. Gül atın görək ma, gül, hədiyyə atın. Gəlmir ki, şey oldu. Ona nə deyirsiniz? Spam geldi. Bağlayayım, açıram şimdi. Yəni duş kabul edeyim, açıyorum. Olur, hanı atın görək. Atın görək. Olmur. Hə, bağlayayım, indi açacağım da. Ben bağlayıb açmayayım da. Duşda qəbul edeyim, açacağım.